Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun da başlığından gördüyünüz kimi bu günləri ümumi yanacaq sisteminə profilaktik işlər görürük. Demək, bu günləri şamlar dəyişiləcək, yəni svesalar dəyişiləcək, zaslonka yuyulacaq və farsunkalar sistemdə gedəcək. Farsunkalar da yuyulacaq. Açıqcası heç bir şikayətim yoxdur yanacaq sistemi ilə bağlı, boğulma, nə bilim, getməmək, qaz versən, getmir falan heç nə yoxdur. Sadəcə olaraq profilaktik bunu edirəm ki, artıq maşının 68.000 probegi var. Yəni sveçaları dəyişməmişəm, zaslonka farsunka sisteminə heç vaxt əl dəyilməyib. Sadəcə olaraq bu olmalı bir şeydir ki, maşın daha az yanacaq sərf eləsin, yanma düzgün geçsin və bu ümumi olaraq motora qulluqdur. Yəni və əlbəttə ki, benzin filtri də dəyişiləcək. Benzin filtrini də dəyişməmişəm. Nəzərə alsaq ki, mən 95 ilə sürürəm. Əslində bunu biraz da sonra eləyə bilərdim. Sadəcə olaraq bunu elədim ki, izləyicilərdən də, yəni ümumiyyətlə Azərbaycanda BD avtomobillərin əsas da Destroyer Digin Plus'dur. Sürülən bu, ən çox bu iki modeldir. 92 ilə sürür əksər sürücülər. Amma 95 ilə sürməyimə yenə dediyim kimi baxmayaraq, mən gəldim bu işləri gördüm. Siz də istəsəz, yaxınlaşıb Avtoproyekt servisdə bu işləri gördürə bilərsiniz. Demək, bobinləri çıxardıq. İndi spesalarımızı çıxaracağıq. Spesaların vəziyyətini də sizə göstərəcəm. Bunların ömrü gedib də, düzdür? Bu artıq tamamlayırlar, amma yanmalar falan hamısı normaldır da. İndi ola bilər bəzilər deyirlər ki, bu sveçalar hələ də gedər, niyə dəyişmirsiniz? Biz bunu zaten profilaktika üçün dəyişirik ki, gələcəkdə də bir problem yaratmasın. Bu da gördüyünüz farsunkalardır. İndi bunları buradan göndərəcək stəndə. Hələ ki Avtoproyekt servisinin özündə yoxdur. Amma narahatçılığa əsas yoxdur. Farsunkalar göndərilir, stəndə olunur, təmiz yuyulur və yenidən maşınımızın üzərinə yığılır. Yəni başqa yerə getməyə ehtiyac yoxdur. Buna görə yaxınlaşıb bütün bu işləri burada gördürə bilirsiniz rahatca. Hal-hazırda zaslonkanı çıxarmaq istəyirik ki, çıxarıb özümüz yuyacağıq onu. Əlavə heç nəyə ehtiyac yoxdur. Yuyanımız buradadır. Vəziyyəti yaxşıdır. Yəqin ki, bu 95 ilə sürdüyümə görə olub, amma yenə də qıraqlarında qaralma var gördüyünüz kimi. İndi görürsünüz yəni. Svesalarımızı qoyuruq yerinə. Svesalarımız da budur. Tam orijinaldır. Qiymətlərini birazdan açıqlayacağım. İndi kiməsə görə baha ola bilərsə, svesanı qıraq yerdən də əldə edib, gəlib yaxınlaşıb burada dəyişdirə bilərsiniz. Heç bir problem yoxdur. Əslində o birisi maşınlarda, digər maşınlarda benzin filtrini dəyişəndə
belə çalxalayırsan, başlayır pas kimi benzin tökülməyə. Bu da bu maşın 95 ilə işləyib deyə demək olar ki, bunun benzin filtrində tutulma yoxdur yəni. Belə pis vəziyyətdə deyil. Benzin filtrin yenisi ilə əvəz edirik. Ben hatırladım. Üstünde gələn idi yəni benzin filtri 68 min sürdüm. Heç bir problemdə yaşamadım. Demək, farsumkalarımız gəldi, hazırdır. Tertemiz yuyuldu. Və farsumkalar yığıldı yerinə. Gördüyünüz kimi. Sveçaları dəyişdik. Benzin filtrini dəyişdik. İndi üzəri yığılacaq. Və işlərimiz demək olar ki, tamam oldu. Demək, belə gəldi indi qiymətlər bölməsinə. Başlayaq şamlardan. Birinci dəyişdiyimiz şamlardan. Demək, şamların 4 ədədinin qiyməti ümumi dediyim bütün qiymətlər endirimli qiymətlərdir. Bu yalnız YouTube'dan izləyib gəldiyimizi desəz və yaxud da BD qrupun üzvüsüzsə, BD qrup fərqi yoxdur. Hər ikisindən mümkündür. Endirimlər sizə də şamil olacaq. Şamların 4 ədədinin qiyməti olacaq 80 manat. Benzin filtrini dəyişdiyi maşının alt hissəsində bunun qiyməti olacaq 20 manat. Farsonka zaslonkanın yuyulması və ümumi zəhmət haqqı, yəni bütün bunlara olacaq 50 manat. Və şamlarla benzin filtrinin dəyişməsinin də əlavə olaraq zəhmət haqqısı olacaq 20 manat. Mən ümumi olaraq da 170 manat qiymət deyə bilərdim. Sadəcə olaraq sizin üçün açıqladım. Bunları tək-tək. Yəni ki, burada şamları siz gedib özünüzdə alıb və yaxud da Çindən gətirə bilirsiniz. Necə istəyirsinizsə eləyin. Zəhmət haqqlarını ayrı-ayrı dedim ki, yəni xəbəriniz olsun. Həmçində benzin filtrini, həmçində farsumkanın yuyulması, bunlar fərdi şeydir. Yəni başqa yerdə gedib elətdirməyə ehtiyac yoxdur. Və yanacaq sərfiyyatına falan adiyyatı olub olmamadığın mən bir neçə gün sürdüm, indi sonradan videonu çəkirəm. Çox da hiss olunmur. Nə gedişində çox da hiss olunmur və bunun yeganə səbəbi mənim 95 vurmağımdır deyə düşünürəm. Zaten gördünüz ki, həm benzin filtri hansı ki 70 min getmişdi artıq və zaslonkanın da vəziyyətini gördünüz. Az cüzü var idi, yəni o da ki təbii aldı, o olmalıydı. Və həmçində şamlar haradasa aşağı yuxarı demək olar ki vaxtı idi və normasında dəyişdim. Amma maşının gedişində deyim ki bir boğulma var idi, indi həmən boğulma idi və yaxud da yanacaq sərfiyyatı tutaq ki 5 litre isə gəldi düşdü 4 litrə. Yəni çox qarışıq vəziyyətdə sürürəm deyə. Məsələn indi hal-hazırda 3.7-dir, amma gün boyu elə olur ki 4.5-a qalxır. Yəni bu standart bir şey deyil ki, deyəsən ki gördüm, bildim. Yəni nəsə də hiss eləsəydim bu günlər ərzində sizinlə də bölüşəcəkdim, amma baxdım, gördüm ki, yəni deyiləcək bir şey yoxdur. Yəni hər bir şey qaydasındadır. Qaldı ki 92-95 söhbətinə, bu fərdidir. Mən 95-i zaten buna görə vururdum ki, daim olaraq sistemdə təmiz halda qalsın. Maşında ay nə bilim boğulma falan heç biri olmasın. Və istəyimə də aşağı yuxarı nail olmuşdum. Yəni mən heç bir problem olmadan yaxınlaşdım. Bu ümumi yanacaq sisteminə bir baxış keçirdik və nə lazım idisə, yəni yanacaq sisteminə aid nə var idisə, hamısını detaldırsa təzələdik. Yub təmizləmək lazımdırsa da yub təmizlədik gördüyünüz kimi. Sizə də tövsiyə edirəm, maşınınızı əgər qulluq eləmək istəyirsinizsə, bu da bir qulluq növüdür. Yoxsa ki, ta ki gedib aparmayın o vəziyyətə qədər ki, maşın nəsə pribo işləsin və yaxud da ümumiyyətlə işləməsin.
nəsə bir ziyanlıq çəkəsiz. Yəni hər şeyi vaxtında eləsəz, aşağı yuxarı məndə vaxtındaydı. Yəni siz də hərə öz maşınının belə deyək də, o bir söz var ya, insan öyle özünün həkimidir. Maşına da ki sürüşündən, səsindən, yəni bu şeylərə diqqətli olun, gedişindən. Yəni mən bilirdim ki, mən bunu düzdür 80-90 mində sürə bilərəm. Amma bunu etmədim, vaxtında elədim. Ki həm sizə də çəkib paylaşdım ki, siz də biləsiniz ki, nə necə olur və qiymətlər necədir. Amma yəni adam var, yəni 100 min getmiş maşınların bir çoxusundan soruşsaz, bu prosedurların heç birini eləməyib. Yəni hətta mənim səhifəmdə olan 100 min getmiş bu EDNK çəkilişini eləmişəm. Həmin qaqaşda elə videoda da mənə də şəxsi də özü də demişdi ki, mən heç nə dəyişməmişəm. Nə təkər dəyişib, nə nakladka dəyişib, nə sveça, farsunka, heç birini eləməyib. Amma təxminən elə gələn həftə o çəkilişdən sonra dedi ki, hiss edirəm ki, biraz ağır getməsi var. Çünki o 92 ilə sürürdü. O yüzden o yəqin ki, indiyə kimi onu eləmiş olar. Belə bu videomuzdan da bu qədər. Ümid edirəm ki, sizə faydalı ola bildim. Zəhmət olmasa əgər videonu bəyəndinizsə bir like atın və nə suallarınız varsa buyurub kommentlərdə verə bilərsiniz. Və dostlarınızla da paylaşmağı unutmayın. Hamınıza təşəkkür edirəm. Videonu izlədiyinizə görə sağ olun. İnşallah gələn videolarda səslənərik.